Çox adam videolara baxıb Çini Amerika ilə və Qərbi Avropa ilə müqayisə edir. Çin gözəldir, şəkillər, videolar, blogerlər, hər şey super. Amma Qərblə müqayisə etməyin. Göydələnlər, təhlükəsizlik, şəhərlər təmizdir, sürətli qatarlar, texnologiya və insan düşünə bilər ki, həyat burada daha yaxşıdır. Bütün bunlar həqiqətdir. Mənim videolarımda gördükləriniz də həqiqətdir. Amma əsas fərq başı yerdədir. Çin miqrant ölkəsi deyil. Buraya gəlib yerli iqtisadiyyat üzərində biznes qurmaq, vətəndaş olmaq, cəmiyyətə inteqrasiya olmaq mümkün deyil. Xarici kimi Çində edə biləcəyiniz işlər çox məhduddur. Məndən tez-tez soruşurlar ki, orada nə iş var, gəlib işləyək. Əsas restoran, logistika, yaxud da bayer, yəni bazardan malı yığıb almaq. İstisnalar var. Yüksək ixtisaslı mütəxəssislər, böyük talantlar. Amma belə insanları Qərb də iki əllə qəbul edir. Amerikada mənzərə tamamilə fərqlidir. Ora gedib yerli iqtisadiyyat üzərində biznes qura bilərsiniz. Sosiallaşa bilərsiniz, vətəndaş ola bilərsiniz, həyatınızı sıfırdan qura bilərsiniz. Çində isə nə qədər burada yaşasan da bir gün evinə dönəcəksən ya da başqa ölkəyə gedəcəksən. Videolarıma baxıb zövq alın. Gözəl yerləri mənlə bərabər görün. Amma yaşayış yeri və iş yeri seçirsinizsə, Çini Qərblə müqayisə etməyin. Bu iki tamamilə fərqli sistemdir. Görüşərik, bay bay.